Qərbi Avropadan hansı yeganə dövlətdir ki, Qərbi Avropa ölkələri bilirsiniz ki, katoliklərlə protestantlardır, düzdürmü? Bəs bir dənə yeganə dövləti ki, orada pravoslav dinidir, təriqətidir, xristianın Yunanistan. Aysan. Yunanistan Qərbi Avropanın bilirsiniz də, Cənubi Avropadır. Yaxşı. Müəllim, Amerika qitəsində qarışıq irqlər necə adlanır? Negroidlə Avropoidin qarşılığını mulat adlandırırlar. Avropoidlə Mongoloidi metis, Negroidlə Mongoloid isə Sambo. Sambolarda ən çox harda məskunlaşır, bilirsiniz? Cənubi Amerikada. Braziliyada, ən çox Braziliyada. Cənubi Amerikada, Braziliyada. Yaxşı, İslam dini haqqında məlumat verin. İslam dini yayılmasına görə ikinci yerdə duran dünyavi dinlərdəndir və artım sürətinə görə isə birinci yerdədir. Əsasən müsəlmanların böyük hissəsi Asiya qitəsində yaşayır. Yəni onların 3/2 hissəsi Asiyada yaşayır. Bu da Asiya əhalisinin 30%-idir. Afrika əhalisinin yarısı İslam dininə sitayiş edir. Yəni bu müsəlmanların 1/3 hissəsi Afrikada yaşayır. Yerdə qalan 60-70 milyon isə digər qitələrdə məskunlaşmışdır. Və saylarına görə birinci yerdə İndoneziyada 250 milyon nəfər müsəlman yaşayır. Sonra Pakistanda 200 milyondur. Sonra Hindistanda 180 milyondur. Sonra Bangladeşdə 150 milyon. 100 milyon Nigeriyada, sonra Misirdə 90 milyon, İranda və Türkiyədə isə 80 milyon müsəlman yaşayır. Yaxşı müəllim, bəs Budizm dini? Budizm yer kürəsində insanların 5-7% bu dinə sitayiş edir. Bura aiddir Monqolistan, Şri Lanka, bir də Çin əhali. Cənub Şərqi Asiyada, Myanmadır, Taylanddır, Kambocadır, Laosdur, Vyetnamdır. Bu ölkələrdə də Budizm dinidir. Yaxşı. Bəs milli dinlər hansılardır? Milli dinlər məsələn Hindistanda, Nepalda yayılmış hinduizmdir, sonra konfuçilikdir Çində, sonra Yudaizm. Çox üzr istəyirəm, bizi saniyə. Hə, oldu mənim. Yanında qoşularsınız. Tamam. Hə, üzr istəyirəm. Samirə xanım idi. Zəhvurdur, dedi, işıqlarını sönür. Hə, buyurun mənim. Hinduizmdir, Hindistanda, Nepalda yayılıb, sonra konfuçilikdir, yayılıbdır Çində, Yudaizmdir, İsraildə yayılıbdır, sonra Sintoizmdir, o da Yaponiyada yayılmışdır. Onlar milli dillərdir. Milli dillər. Niyə görə onlara milli dillərdir? Milli xarakter daşıyır da, kiçik ərazidə yayılır. Müəyyən bir xalq tərəfindən sitayiş olunan dillər. Düzdür? Evet. Çində həmçində konfuçiliklə bərabər daosizm. Daosizm, yol mənasını verir. Nə mənasını? Səmaya gedən yol mənasını verir. Səmaya gedən yol mənası. Maraqlı. Yəni bilmirəm şəxsən. Tamam müəllim. Keçdik dünya hansı milli tərkib? Milli tərkib dedikdə nə başa düşürük müəllim? Xalqlar nəzərdə tutulur da, hansı etnoslardan təşkil olunmuşdur, onlar nəzərdə tutulur. Hansı etnos xalq? Nə deməkdir? Etnos nə deməkdir? Etnos yaşanma arealından asılı olmayaraq etnik mənsubiyyəti, yəni dil, mədəniyyət və əxlaqı eyni olan insanların birliyinə deyilir və yer kürəsində 6000-dən çox etnos yayılmışdır. Xalqların yaranması üçün, formalaşması üçün dini və irqi cəhətdən yaxınlıq da, yəni mühüm şərt kimi qəbul edilə bilər. Yaxşı. Hadisələr, dini inanc, bunlar da. Yaxşı. Sayı çox olan xalqlar hansılardır? Almanlardılar, İngilislər, Portuqallılar, Çinlilər,
sonra Bengallar, Hindistanlılar və s. Müəllim, elə bir xalq deyə bilərsinizmi ki, yalnız bir dövlət yaradır. Həmin xalqdan ibarət, millətdən ibarət bir dövlət var. Bir dövlətli dövlətlər, bir Yox, millətli yox, dövlətlər nəzərdə yox. tutursunuz. Məsələn, ərəb milləti görün neçə dənə dövlətdə var. Görürsünüz, ərəblər bir neçə dənə dövlətdir. Səudiyyə Ərəbistanda da ərəblər, Qətərdir, Küveyt, hamısı eyni millətdir, amma fərqli dövlətlərdir. Düzdürmü müəllim? Bəli. Məsələn, türk milləti, türk xalqlarından ibarət 6 dənə böyük dövlət var. Düzdür? Amma Yapon millətindən ibarət ikinci bir dövlət var. Alo. Xeyr, müəllim, yox. Bəs Çin millətindən ibarət. Çinlər dünyanın hər yerində yaşayırlar da. Yox. Dövlət yaratmışlar da, hər yerində yaşayır. Yox, hər yerdə yaşamaq o deməkdir ki, söhbət dövlət yaratmaqdan gedir. Bax, yenə deyirəm müəllim. Türk xalqından, türk millətindən ibarət 6 dənə dövlət var. Türkiyədə də türklərdir. Azərbaycanda da Azərbaycan türklərdir. Qazaxıstanda Qazax türkləri, Türkmənistanda Türkmən türkləri. Düzdür? Ərəblər. Səudiyyə Ərəbistanda Səudiyyə ərəblərdir. Qətərdə Qətər ərəblərdir. Ayısı görürsünüz, bir millətdir. Eyni kökdən bir neçə dövlətdə var. Düzdürmü? Bir neçə dövlət yaradıblar. Amma Yapon milləti bir dənədir. Yapon millətinə ibarət ikinci dövlət var. Hansı ki, onun da milləti Yapon olsun. Erməni millətindən ibarət ikinci bir dövlət var. Yoxdur. Çin millətindən ibarət ikinci bir dövlət var. Xeyr, bax onu istədim sizdən. Bir dənə də sual verin müəllim. Mənə bir millətli dövlətlər deyin. Bunlara aid Avropa dövlətləri, sonra Yaponiya, sonra Cənubi Koreya, Şimali Koreya, sonra Almaniyadır, Polşadır, Şimal Avropa ölkələridir. Düzdür? Ermənistandır, Yaponiyadır, Cənubi Koreya. Bunlar hamısı Bangladeşdir. Bir millətli dövlətlərdir. Təşəkkür müəllim, çox sağ olun. Sonra Lalə Həsənova. Salam, mənim Salam, axşamınız xeyir olsun. Hazırsınız? Bəli. Müəllim, iki millətli dövlətlər hansılardır? İki millətli dövlətlər isə Belçika və Kanadanı götürürdü. Bəs çox millətlilər? Çox millətli dövlətlər isə İspaniya, Bosniya, Hersegovina, Serbiya, sonra Pakistan, Hindistan. Türk dövlətləri, Türkiyə, Azərbaycan, budur. Türk dövlətləri. Sonra başqa? Afrikada Car, Zimbabve. Bəli, İndoneziya, Nigeriya, Rusiya, Çinin özü, hamısı çox millətli dövlətlərdir, düzdürmü? Bəli. Yaxşı müəllim, dedik etnos, sayı az olan etnoslar hansılardır, yəni xalqlar? Sadəcə az olan. Sadəcə az olanlar isə, məsələn, bir ərazidə yaşayan Azərbaycanda Budurlar, Xınalıqlar, sonra Şri-Lankada Vedilər, bunlar deyə bilərəm. Braziliyada Botokular. Bəli. Bunlar az saylı xalqlardır, düzdürmü? Yaxşı müəllim, etnos dediniz ki, etnos nə oldu? Yadımdan çıxdı. Etnos mədəni irqin daşıyıcısıdır. Mədəni irsin daşıyıcısı. Mədəni irsin daşıyıcısıdır. Yaxşı müəllim, etnogeniz nədir? Etnogeniz hər bir etnosun yaranandan məhv olmasına qədər müəyyən bir dövrü keçir. Bunu öyrənən elm isə, bu prosesi öyrənən elm isə etnogeniz adlanır. Yəni etnogeniz etnosun yaranmasından yox olmasına qədər keçdiyi təkamül mərhələləri. Hansı ardıcılıqla gedir? Deməli, nəsil, tayfa, xalq, ən böyük isə millət. Nəsil qan qohumluğu əsasındadır. Tayfa isə bu nəslin birləşməsindən yaranır da. Yəni eyni dialektə mənsub olanlar, dinə mənsub olanlar nəsillərin birləşməsindən yaranır. Xalq isə
Onlar da sanki tayfaların birləşməsindən yaranır. Əxlaqa, eyni əxlaqa, mədəniyyətə, dilə mənsub olanlardır. Millət isə xalqların birləşməsindən yaranır. Xalqla millətin fərqi də odur ki, onu da deyim. Əlbəttə, elə onu soruşacağam. Aha, xalqla millətin fərqi odur ki, xalq bir dövlət, məsələn, bir dövlətin sərhədləri daxilində həmin dövlətin vətəndaşlığını qəbul etmiş insanlar toplumudur. Millət isə eyni əxlaqa, dilə mənsub olan insanlar toplumudur. Məsələn, bir özbək gəlir Azərbaycanda buranın vətəndaşlığını qəbul edirsə, bu daxil olur Azərbaycan xalqına. Elə deyil mənə. Düzdür. Amma milliyyət yenə kim olur? Yenə özbək olur. Xalq deyəndə sərhədlər daxilində həmin dövlətin vətəndaşlığını qəbul edən toplum başa düşülür. Məsələn, Azərbaycan xalqı deyiriksə 10 milyon insan nəzərdə tutulur. Amma şərt deyil ki, bu 10 milyonun hamısı Azərbaycanlı deyil. Bunun içərisində qeyri-Azərbaycanlılar da var. Amma yenə də Azərbaycan vətəndaşlığını qəbul edibsə, Azərbaycan xalqının nümayəndəsidir. Düzdürmü? Bəs Azərbaycan milləti dedikcə kimlər başa düşülür? Yəni ölkə xaricində də yaşaya ola bilər. Yəni eyni kökə, mədəniyyətə malik olan. Yəni həm Azərbaycanda, həmçində Azərbaycandan kənarda dünyanın istənilən bir ölkəsində yaşayan Azərbaycanlı, kökü Azərbaycanlı olan insanlar toplumu başa düşülür. Başa düşdük müəllim? Əla. Xalqla millətin nə olduğunu bildik. Müəllim, etnos bilirik ki, hər bir etnos yaranır, müəyyən dövrdən sonra yox olur. Etnosun yox olmasına səbəblər nə ola bilər? Səbəblər siyasi, iqtisadi, sonra sosial amillər ola bilər. Hərbi müdaxilə də ola bilər. Ekoloji amillər ola bilər. Hərbi müdaxilələr. Bəs etnosun yox olması hansı yolla gedir? İki yola gedir. Bir, assimilyasiyaya uğrayır, yəni məhv olur. İkincisi isə yeni etnos yaranır. Yəni bir etnos dəyişir, yeni etnos yaranır. Deməli, dəyişilib parçalanma nəticəsində yeni etnosun əmələ gəlməsi, bir də assimilyasiyaya uğraması və ya yox olması ilə. Düzdür? Məsələn, hansı etnosdur ki, belə deyək də, assimilyasiyaya uğradı? Şumerləri deyə bilərik deməli. 4-cü mərhələdə olanlar. Yox, onu soruşuram. Məsələn, onlar onu demirəm. Onlar məsələn Şumerlər yoxa çıxdı. Amma onlar məhv oldu getdi. Amma bəzi hansı xalqdır ki, onlar başqa bir dövlətin daxilində əridi, assimilyasiyaya uğradı. Elə bir ki, tapqaçlar. Çində olan tapqaçlar. Nədir? Bəli, öz adət-ənənələrini unutdular, tamamilə fərqli bir xalqa çevrildilər. Onu demək istəyirəm. Yoxsa assimiliyasiya oldular, getdilər. Passionarlıq nədir? Passionarlıq bir etnosun kənardan enerjini alıb onu fəaliyyətə çevirməsidir. Passionar isə güclü bir şəxsdir. Yəni etnosun məhvinin qarşısını alan güclü bir şəxsdir. Güclü şəxsiyyətlərdir. Təşəkkürlər mənə. Çox sağ olun. Sağ olun. Natavan xanım. Buyurun. Necəsiz? Hazırsınız? Sağ olun. Razısınız. Yaxşı, cümləmizdən. Buyurun. Yaxşı müəllim, deyin görün mənə. Məsələn, dedik ki, passionar insanlar qeyri-adi düşüncəyə, gücə, qüvvəyə malik olan şəxslərdir. Məsələn, hansı şəxslər passionardır? Hani deyə bilərsiniz? Makedoniyalı İskəndəri vurğulayırıq. Ondan sonra Çingiz xandır, həmçinin Napolyon Bonapartı vurğulayırıq. Ondan sonra Hitleri də deyə bilərik. Var idi. Həmçinin elm sahəsində də passionar insanlar olurdu ki, Newtondur, Einsteindir ki, bunlar xüsusi qabiliyyətə malik insanlardır. Hansısa bir şəxs toplumun düşüncəsinə təsir edə bilirsə, toplumun fikirlərini formalaşdıra bilirsə, böyük bir topluma təsir edə bilirsə, o şəxslər passionar insanlardır, güclü insanlardır. Fikrimi çatdıra bildim mən? Bizim də elmlər də, yəni hər sahədə ya elm sahəsində ya da ki, tarixdə də. Bilirsiniz də, passionarlığın fəaliyyəti var. Passionarlığın fəaliyyəti ilə etnosun 4 inkişaf mərhələsidir. Hansılardır? Bəli, onlar
Demək, professional inkişafı 4 mərhələdə keçir. Birinci mərhələdə etnosların demək olar ki, tam sakit vəziyyətidir. Necə deyim, sakit həyat tərzi keçirirlər. Başlayırlar harda yayılırlarsa, orada geniş şəkildə ətraf aləmə uyğunlaşmağa başlayırlar. Başlayırlar, onların bir də sayları çoxalmağa başlayır və başlayırlar həmçinin də o təbii harda ki yaşayırlar, oranın landşaftını mənimsəyirlər və təbii ehtiyatları azaldırdılar. Bu birinci mərhələdə baş verən hadisələr idi. İkinci mərhələdə onların sayı sürətlə artır və başlayırlar onlar artıq yüksək səviyyəli həyat uğrunda mübarizə aparmağa. Bəli. Üçüncü mərhələdə isə ən yüksək pik həddə çatdığı bu mərhələ sayılmış olur. Ondan sonra həmin mərhələdə burada deyir ki, onlar həmçinin öz ideyaları uğrunda məhv olmağı belə gözə alırlar da, yəni ki, o mərhələdə. Dördüncü mərhələdə isə onun artıq tənəzzülü, zəifləyir, tənəzzülə uğrayır, dəyərləri də başlayır zəifləmələr getməyə, yavaş-yavaş sıradan çıxırlar da üzərini izləyirlər. Məsələn, hansı xalqlardır ki, məsələn, 4-cü mərhələdə tarix səhnəsindən silinib gedib? Qıpçaqları vurğulayırıq, Şumerlər, Peçeniklər. Bəs hansılardır ki, yox olmadı, ilkin mərhələyə qayıtdı? Onlar Monqollardır da. Monqollar. Çıxandan sonra yenə də olsalar da yenə də o birinci mərhələdədirlər də, hələ ki sakit həyat tərzi keçirdirlər. Abram Maslounun Tələbat piramidası necədir? Amerikalı, o da psixoloquydu. Onu da necə deyim, 5 mərhələdən ibarət piramidanı qurmuşdu. Deyir ki, insanlar öz ehtiyacları olan tələbatı ödənilmədiyi təqdirdə başqa şeyə yüksək tələbata can atmırlar da. Mərhələ-mərhələ gedir də bu proses. İlkin olaraq insanlar başlayır öz fizioloji tələbatlarını ödəməyə. O ödənildikdən sonra qalxırdı öz müdafiələrini, yəni təhlükəsizliyi uğrunda başlayırlar tələbatlarını irəli sürməyə. Ondan sonra 3-cü mərhələdə artıq harasa aid olmaq hissi başlayırdı da, sosial qrupa mənsubluq və dəstəkləmə tələbatıdır. Bəli, tələbatırdı. 4-cü mərhələdə özünə hörmət hissi və kiminə etimad hissi başladı. Ondan sonra 5-ci isə özünü ifadə etmək tələbatı, bəli. 5-ci mərhələ ən yüksək özünü ifadə etmək. Özünü ifadə etmək tələbatıdır. Bəli. Aha. Bunu bildik. Siz mənə keçdik dünya hasinin dil tərkibi. Belə sadə bir cədvəl vermişdim. Yəqin ki, cədvələ baxmısınız, öyrənmişsiniz də yəqin ki. Asan bir cədvəl idi. Hamısını deyə bilmərəm, açığı mən deyirəm də. Yəni ki, yox, heç orada çox xırdalıqları. Ay müəllim, faktlar çoxdur. Yəni heç adı yadda qalmır. Harda onu hansı qrupa aid eləyək. Əsas qruplar məsələn deyək, Hind-Avropaya, Altay dil ailəsinə, hə. Yox, sizin kimi ağlayan təhsil deyildiniz. O qədər ağlayıb mənə mesaj yazanlar vardı ki, bilirsiz nətərdir? Dərsdən qabaq özlərinin hamısı sığortalama mərhələsindədirlər. Onlar özlərinin Ağlamıram, mən valla düzgün deyirəm. Mən neyim, mən necə işləyim ki, bəlkə kiminsə bilim üsulu var, mən də elə öyrənim, amma mən bacarmıram şəxsən. Neyim, yadımda qalmır bu qədər. Yadımda üsul var, keçmir. Heç nə keçmir. Ağlamaq qırancaq. Bəli. Ancaq ağlamaq üçün də sağ olsun Natəman xanım hamı yerinə indidən ağladı. Ağladım da. Bəli. Yox, siz bacarmazsınız. Bir nəfər ağlayan var, o da ki, işte o. O işin sənətkarı öz yox. Ağlayan olur, hər quşun peşəkarı var da. Bəli. Adam bütün günü ağlayır və qrupun dərslərini nizamlayır, qaydaya çərçivəyə salır və dərs vaxtı yoxa çıxır, öz yox. Mən bugün öhdəlik veriblər mənə də. O iştirakçı hələ bundan sonraki dərsdə gələcək. Görərsiniz, qoşularsınız, görərsiniz. Yaxşı, eşidirsiniz? Dil tərkib. Dil deyəndə nə başa düşürük? Yəni, insanların ünsiyyət qurduqları bir danışıq da belə. Ünsiyyət vasitəsi açsın. Ailələrə olur, ən böyük, sonra qruplara, onlar da öz daxilində yarım qruplara bölünür bu şəkildə. Ən böyük dil ailəsi hansıdır? Ən böyük dil 2,7 milyard necə deyim, insanı özündə birləşdirən Hind-Avropa dil ailəsi. Hind-Avropa dil ailəsinin dil qruplarından hansılarını tanıyırsınız? Tanıyırıq German, Slavyan, Roman, İran, bir dənə vardı, Yunan, Alban,
Bir də erməni. Tamam. Siz mənə bir dənə Slavyanlar deyin canınızı qurtarın. Slavyan xalqları başda ruslar olmaqla geniş, yəni ki, onların tərkibində onlar daxildir. Ruslardır, Beloruslardır, ondan sonra Slovaklardır, Xorvatlardır, Sloveniya xalqlarıdır, sonra var idi. Ukraynalılardır, Belorusiyalılardır. Bunlar Polyaklardır, Çexlərdir, Slovaklardır, Slovenlərdir, Bosniyalılardır, Serbiyalılar, bəli, bəli, Xorvatlardır, Makedonlardır, bəli. Çernogoriyalılardır. Bunlar Slavyan dil Şərqi qrupu. Avropa xalqları, belə deyək, hə? Yaxşı, İran dil qrupuna aid olan da deyin canınızı qurtarın. İranlar farslardır, həmçinin onlar çox vaxt Altay dil ailəsinə aid edirlər, amma o farslardır, kürdlərdir, taciklərdir, əfqanlardır, onlar da İran dil qrupuna aiddir. İran dil qrupuna aid olan farslar, kürdlər, əfqanlar, taciklər, Kürdlər, püştular, bəli, bəluclar, osetinlər, talışlar və bunlar bəli. hamısı Bunlar hamısı İran dil, İranın və indi Avropanın İran dil İran dil qrupuna qrupuna aid aid olan xalqlar. xalqlar. Bəli, Təşəkkür müəllim. Çox sağ olun. tamam. Sağ ol. Fidan Zeynalova, Bəli, hazırsınız? bəli. Yaxşı, siz mənə German dil qrupuna aid olan xalqlar sayın. German Slavyan dil yuxarıdan deməli German dil qrupuna Norveç, İsveç, Almanlar, İngilislər, İslandlar da var idi burada. Sonra Holland, Şotland, Flamandlar, Avstriyalılar, Almanlar. Kanada var idi, Anglo-Avstraliya, Anglo-Yeni Zelandiya bunlar var idi. Bir də ABŞ-dakı Amerikalılar var idi. Düzdür. Anglo, Yeni Zelandiyalılar, Anglo, Kanadalılar, Afrikanerlər bunlar. Yaxşı, Roman dil qrupuna aid olan xalq. Deməli, romanlar, deməli aşağıdan Portuqallar, İspanlar, qonşu idilər də bunlar, İtalyanlar, Fransızlar, əsaslı gördük. Bir də Braziliya var idi. Bir də mən orada İtalyan, İsveçrə. belə bir də Fransız İsveçlilər var idi. Onlar Romana idi. Alman İsveçlilər German dil qrupundaydı. İsveçlilər yox, İsveçrəlilər. İsveçrəlilər. Bir də İsveç demiş, İsveçrənin özü də Roman dil qrupundaydı. Bir də İspan dilli xalqlar var idi ki, onlar da ona aiddir. Yox, müəllim, İsveçrəlilər özü Alman İsveçrəlilər. Bunlar Germana aiddir. Fransız və İtalyan İsveçrəllər isə Romana aiddir. Bəli, Fransız və İtalyan İsveçrəlləri Romana aiddir. Alman İsveçrəlləri isə Germana aiddir. Yadınızda saxlayın. Braziliyalılardır, Katalonlardır, Latın Amerikası İspan dilli xalqlarıdır, Moldavanlardır, Valonlardır. Bunlar İtalyanlardır, Fransızlardır, Rumunlardır. Bunlar hamısı Roman dil qrupuna aid olan xalqlardır. Bəs Hind dil qrupuna aid olan xalqlar? Hansı dil qrupuna? Hindari, Hind. Hindlilər, Hind hərbçi olanda var. Pəncablılar, Hindlilər, Bengallar, Hindistana bir şey vardı. Nepallar. Bəli. Biharlılar, Singallılar, bunlar Neydi bir şey de vardı. bəli. Baltik qrupuna hansı aiddir? Baltik dil qrupuna aid. Latışlarla Litvalılar. Latışlar var idi. Bir də Litvalılar. Bəs Kelt qrupuna hansılar aiddir? Kelt dil qrupuna aid olanlar. Uelslərdir, İrlandlardır, Bretonlardır, Kelt Şotlandlardır. Şotland keltlərdir bunlar. Alban dil qrupuna? Albanlar aid. Bir də Kosovalılar. Var. Onda kimi da yadımda saxlamışam Kosovalı. Yunanlar hansılar aid? Yunanları ilə
Albanlar idi. Ermənilərə təkcə ermənilər. Hı -hı. Yaxşı müəllim. Altay dil ailəsinin türk dil qrupuna hansı xalqlar aiddir? Deməli, türklər var, Azərbaycanlılardır. Özbək, türkmən, qazax, qırğız, Hı -hı. sonra tatarlar var idi. Altay, Xakaz, Tuvalılar var idi. Bir də o qıyla Qaraqalpaq var Qazax, idi. Qırğız, Altay, Noğay, Qumluq, Qaraqalpaq bunlar. Krım türkləri, Krımçak, Axıska türkləri, Qumluqlar. Qumluq Noğay var idi. Yaxşı müəllim. Eşidirsiniz? Etnogeniz nədir? Bu çıxardım sizi bu hissədən, çıxıntıdan. Etnogeniz, müəllim, elə bir hər bir etnos yarandığı dövrdən yox olduğu dövrə, məhv olduğu dövrə qədər keçdiyi o dövr var, bu etnogeniz. Etnogenizdir. Avropoid və Monqoloid irqin əlamətlərini daşıyan xalqlar hansılardır? Yəni, başda ardıcıl olanlar idi. Avropoidlə Monqoloiddə metislər var idi, bir də turanlılar var idi. Aha. Metislər Mərkəzi Amerika idi. Metislər hardadır? Mərkəzi Amerika, Amazon Ant dağları. Hı -hı. Turanlılar da Volqa boyunda var idi. Qərbi Sibir, Mərkəzi Asiya. Mərkəzi Asiyada. Avropoid və Negroid irqinin əlamətlərini daşıyan xalq. Sonra ikinci. Deməli, Avropoidlə Negroiddə mənim Efiop idi, Mulat idi, Dravid, bir də Afrikanerlər. Aha, bunlar idi. Deməli, metislər Mərkəzi Amerikadaydı. Metis yox, mulatlar. Zəngan metis. Metis yox, mulatlar. Mulatlar Amerika. Amerika qitəsində ümumiyyətcə mulatlar idi. Efioplar deməli Somali idi, Sudan, Çad, Efiopiya, Eritreya. Sonra gəldi Hindistanın cənubunda Dravidlər idi. Cənubi Afrikada da o Afrikanerlər. Tamam. Negroid, Mongoloidi də deyin. Sanızı bitir. Negroid, Mongoloid da sambolar idi. Sambolar daha çox Cənubi Amerikada, Braziliyada yayılıblar. Bir də bayaq birini öyrəndik. Malagasilər Madagaskarda yayılmışlar. Tamam, təşəkkürlər. Çox sağ olun. Deməli, Samira xanım qoşula bildiniz? Gəldi Samira. Hə, bircə saniyə mənim. Hə, Samira xanım, hazırsınız? Bəli. Yaxşı. Madagaskar əhalisi hansı irqlərin əlamətini daşıyır? Üçünün də var orada mənim. Mongoloid da var, Negroid da var, Astroloid da var. Astroloid. Bəli, üçü də var. Astroloid və Mongoloid irqinin qarşılığından törəyən xalqlar hansı regionda məskunlaşır? Astroloidlə Negroidin, Mongoloidin. Astroloidlə Mongoloid irqinin qarşılığında o ancaq bu tərəfə gələn Şərqi Asiyadır, Mikroneziya və Polineziya. Mikroneziya və Polineziyadalar. Bəli. Düzdür. Siz mənə deməli bir millətli dövlətləri sayın. Bir millətli dövlətlər bax, Ruslar əslində çox millətlər idi. Yox, Ruslar çox millətlər idi. Çox millətlər idi. Bir millətli dövlətlər
Norveçlilər bir millətlidir mənim. Hı hı. Yadımda saxlam. Aha. İsveçli, Norveçli, fransızlar bir millətlidir. İki Fransızlar millətliler Belçikaya bir saxlamışam. Fransızlar bir millətlidir ki. Fransada çox millət var axı. Ha İslanddır, Norveçdir, İsveçdir. Sonra buradan Almanlardır, Polşalılar, Polyaklardır, Onlar, Bengallardır, Bangladeşdir, onlar bir millətlidir. Yaponiyadır, İsrail də bir millətlidir. Hə, bəli, mən Yahudim. Sonra Koreyalılardır, Şimali Koreya, Cənubi Koreya, Ermənistan. Bunlar bir millətli dövlətlərdir. Çox millətlər hansılardır? Çox millətli rusların özləridir, gürcülərdir, gürcüstanlılardır. Sonra çox millətli Əfqanlar, Əfqanistanda çox, Hindistanda çox millətli var. Bax, onlar yadımda saxlamışam. Nigeriyadır, Rusiyadır, bəli, Nigeriyada, Hindistan. bəli. İndoneziyada çox millətlidir orada. Düzdür, orada da çox millətlidir. Yəni, Sonra türk dövlətləri bir millətlidir, yoxsa çox millətli? türk dövlətləri. Bəli. Məsələn, baxır ölkəyə müəllim, məncə Türkiyədə türk dövlətləri ancaq bir millətli olur. Xeyr, Məndən çox bilirdim. türk dövlətin biri biz. Çox millətliyik mənim. Qazaxıstan da, Qarışıqdır da bəli, deyirsiniz. Aha, erməni də var, rus da var, gürcü də var, ona görə. bəli. Amma ərəb dövlətləri isə tək millətli. O tək millətdir. O ərəblər tək Tək millətlidir. millətlilərdir. Bəs onda müəllim, Türkiyənin içərisində yaşayan deyilən türklər də var, kürdlər də var. Onlara biz deyəcəyik ki, çox millətlidir. Əlbəttə ki, türklər də çox millətli. Türkiyə türkləridir. Yaxşı müəllim, eşidirsiniz? Bəli. Altay dil ailəsinin Monqol dil qrupuna aid olan xalqlar hansılardır? Altay dil ailəsinin Monqol dil qrupuna aid olanlar, orada 3 dənə idi, səhv eləmirəmsə, Monqola aid olanlar. Monqollar, Bir dəqiqə, Monqollardır, Buryatlardır, Kalmıklardır. Monqollar, Buryatlar, Kalmıklardır. Kalmıklardır. Bəs Manzur Tungus dil qrupuna aid olanlar? Orada da o da şimalda yaşayan eveneklərdir, nanaylardır, Manzurlardır. Manzurlar. Yaxşı, Çin-Tibet dil ailəsinə hansı xalqlar daxildir? Çin-Tibetdə elə adından da bəllidir. Çinlilər, Tibetlilər, o tərəfdə yaşayanlar, məsələn, Myanmalılar var, orada elə qruplaşdırılmış, şerplər yaşayır orada. Butanlılar, Bəli, Butanlılardır. Yəni regionda da bir-birinə yaxın olan. bir-birinə yaxın region. Keçdik Ural dil ailəsinin Fin-Uqor dil qrupuna aid olan xalqlar. Orada Fin-Uqorda və Finlərdir, Estoniyalılardır, Estonlardır, Macarlardır. Onlar da bir-birinə Moldavanlardır. Moldavanlar yox. Samilərdir. Mordovanlar müəllim. Moldavan ayrıdır. Mordovanlar. Yox, Mordovanlar, hə. Sonra Udmurtlardır, Udmurtlardır. Moldovanlar Hind-Avropa dil ailəsinin Roman dil qrupuna aiddir. Mordovanlar isə R ilə gələndir. Onlar Fin-Uqora aiddir. Ural dil ailəsinin Fin-Uqor dil qrupuna aiddir. Macarların özləri də, Macaristanda yaşayan Macar xalqları da Fin-Uqora. Macarlardır, bəli. Sonra Afro-Asiya dil ailəsinin Afro-Asiya ilə hansını istəyirsən müəllim? Samihami dil ailəsinə hansılar aid? Samihami də o Şimali Afrika tərəflərdə o hissələrdir, belə Samihami deyəndə. Yahudilərdir, İsraillərdir. İsrail Yahudilərdir, Ərəblərdir, Amharlardır. Amharlardır, Maltalılar, bir də o biraz Maltalılar orada. Düzdür. Bərbər dil qrupuna? Bərbərlərdə elə Tuareglərin və Bərbərlərin özləri. Bərbərlərin özləri. Kuşit dil qrupuna Somalilər, Oromonlar, Avarlar. Bunlarda həmişə çaşıram, amma həmişə belə nəyləsə əlaqələr. Yaxşı ki də çaşırsınız, yadda saxlamaq da olmur. Yəni bu hissələrə öyle o qədər də çox da vacib deyil. Yaxşı. 11-ci sinif kitabında amma sırf müəllim siz göndərdiyiniz cədvəl var, ancaq onu veriblər. Daha doğrusu xəritə ilə olan. Mən 11-ci sinif dərsliyində olan xəritəni və oradakı məlumatları da vermişəm. Bir də cədvəl də vermişəm. Güvəndə olan cədvəl də vermişəm. Cədvəliniz amma bəli, güvəndə olan kimidir cədvəl. Güvəndə olan cədvəldir, bəli, elə onu vermişəm. O nax dağdan var. O nax kiçildilmiş bir şeydir, yoxsa elə nax bütöv öz adı da o. Mən dedim görən bəlkə nəyinsə kiçilmiş olur. Necə? Nax Dağıstan var orada. Elə o formada gedir də, Nax Dağıstan. Mən beynimdə gələn
soruşuram ki, deyirəm Yox, bəlkə də. Naxta Dağıstan, elə Naxta Dağıstan get. Dağıstan tərəfdə yaşayanların hamısı elə bilirəm ki, Azərbaycanda bəzi yerlər Ləzgidir, Avar, Çeçen hamısı Çeçenlər, bəli, Udilərdir, İnguşlardır, Saxurlardır, bu dillə. bunlardır. Abxaz, Adıgey dil qrupdan Abxazlardır, Bəli. Adıgeylərdir, Kabardinlərdir, bunlar. Adlilərdir, Kabardinlərdir və o da Hamısı Qafqaz xalq, bəli, Qafqaz xalqlarıdır. Yaxşı. Bəs Kartvel dil ailəsinə hansılara aiddir? Kartvellər elə Qafqazla var, o da Gürcüdür. Sonra Gürcülərdir, Lazlardır. Lazlardır, düzdür. Yaxşı, Niger Kordofan dil ailəsinə hansı xalqlara aiddir? Niger Kordofan onlar həmişə Bantu xalqları. Afrikanın, tropik Afrika, Zululardır. bəli. Bantu xalqları kimi gedir. Fulbelər, Zululardır. Yorubalar, Yorubalardır. Yadda yaxşıda qalandı. Zulular, Fulberlərdir. düzdür, Fulbelərdir, İcolardır, Zululardır, bunlardır, Naxta, Niger Kordofana aid onlar. Buradan bax Niger Kordofana. Avstroneziyanı yadda saxlayın, Malay xalqları. Malaziyalılar, Filippinlər. Malaziyalılar, Filippinlər, Asiya. Malaqasiyalardır. Bir də Avstro-Asiya var. Avstroneziya var. Avstrasiya. Avstroneziyalılar, Malaziyalılardır, Filippinlərdir, İndoneziyalılardır, Malaqasiyalardır. Bir də var Afro-Asiya, Avstro-Asiyalılar. Vyetnamlılardır, Kütmerlərdir, Sengallardır, Demək ki, Asiyanın, Avstraliyanın belə deyək də birləşdiyi bir yer idi. Vyetnamlılardır. Khoisan dil ailəsini bax yadda saxlayın. Kuşmenlərlə Khoisan. O Xərdən daha yaxşıdır. Bəli, Xərdən daha yaxşı. Bəli. Yəni çox da elə xırdalıqları məndə düzün açıqdır, tam əzbərləməmişəm, yəni gərək də duymuram. Amma əsasla Hind Avropanın hamısını mütləq bilməlisiniz. Altaydı bilməlisiniz, Çin, Tibet'i Onlar bilməlisiniz. yadda qalır. Əsas onları yadda saxlayın. Buradan bax Şimali Qafqazı, Kartveldi, Niger Kordofanı yadda saxlayın. Avstroneziyanı yadda saxlayın. Məncə kifayət eləyər. Digərlərinə ehtiyac olmaz. İnşallah. Tamam, bir dənə də sual verin mənim sizə. Siz etnogenizin mərhələləri var. Passionarlar fəaliyyətləri. 4 mərhələsi var mənim. Aha, 4 mərhələsi var və birinci mərhələdə ilk öncə ətraf mühitə uyğunlaşma gedir, əhalinin sayı artır, tələbata uyğun olaraq mənimsəmə baş verir və tələbat olduğuna görə də belə deyək də hansı bir çatışmazlıq baş verir tələbat olduğuna görə. İkinci mərhələdə artıq passionarların sayı yenə artmaqla və yüksək səviyyədə həyata uyğunlaşmağa çalışır. Üçüncü mərhələdə artıq bu yüksək səviyyədə çatdığına görə o yüksək səviyyəni itirməmək üçün əlindən gələn hər şey eləyir də belə yox olmağa belə razı olur yəni. Dörddə də artıq zaman keçdikdən sonra tənəzzülə uğrayır, məhv olur və artıq belə silinir də. Milli dəyərlər arasında tutan. Tamam, təşəkkür müəllim, çox sağ olun. Aysel Hüseynova. Bəli, müəllim. Necəsiz? Çox sağ olun, müəllim. Siz necəsiz? Təşəkkür. Hazırsınız? Bəli. Yəqin dil ailələrini, dil qruplarını bilirsiniz də. Çalışmışam, müəllim. Biraz bu kontur xəritə çıxartdırdım. Orada biraz işlədim. Çalışdım yəni. Aferin sizə. Yaxşı. İlk dedikdə nə başa düşürük müəllim? Nə dedikdə? İlk. İlk dedikdə, yəni dərsinin rənginə, üzünün formasına və saçının göz quruluşu, rəngi formasına görə fərqlənən insanlar, göz quruluşu. İnsanların müxtəlif irqlərdə olmasına səbəb nədir? Yaşadıkları ərazidə həmin əraziyə uyğunlaşmadır. Onların təbii şərait. Neçə irqlər iki cür. Da var əsas, bir də qarışıq, düzdürmü? Bəli. Əsas irq neçə nədir? Avropoid, Monqoloid, Negroid və də Avstraloid. 4 dənə. Bu 70% dünya əhalisini təşkil edir. Qalan 30% də keçid. Yaxşı. Avropoid irqi özü neçə qola bölünür? 3 yerə şimal, orta, bir də cənub qollar. Şimal qol, orta qol, cənub qol. Hansılardır şimal qollardan fərqlidir? Şimal qoluna əsas Şimal Avropa, Şimal bir də Baltik dənizinin sahilindəki xalqlara aiddir. Orta Avropaya
Orta qoluna aiddir. Orta Avropa, sonra Şərqi Avropa, Rusiyanın qərb hissəsi əsasən. Sonra Ukraynadır, Şimal Amerikada var, Yeni Zelandiyada, Avstraliyanın şərq, qərb, bir də cənub hissəsidir. Yeni Zelandiya, bir də Cənubi Afrika Respublikasında Kapsulaya xalqlar var. Cənub qoluna da Cənubi Avropadır, Afrikanın şimal hissəsidir, Cənub-Qərbi Asiyadır, sonra Cənubi Amerikanın Atlantik okeanında yaşayan xalqlarıdır. Sahilində. Atlantik okeanı sahili. Yaxşı müəllim. Hindistanın şimalı. Siz mənə deyin görüm, Mongoloid və Avstraloid irqin qarşılığından törəyən xalqlar harda məskunlaşır? Mongoloid və Avstraloid. Bunlar Cənub-Şərqi Asiyada, bir də burada Melaneziya ada deyəsən. Fiji, Solomon. Mikroneziya və Polineziya. Melaneziya adalarında əsasən Avstraloid irq. Alo. Bölmənmiş. Melaneziya adalarında əsasən hansı irqdir? Avstraloid. Avstraloid irqidir. Yaxşı, siz mənə deyin görüm, Hind-Avropa dil ailəsinin Roman dil qrupuna aid olan xalqlar hansılardır? Roman dil qrupu Portuqaliya, İspaniya, İtaliya, sonra oradan Fransa idi, fransız İsveçrəlilər, bir də İtalyan İsveçrəlilər, sonra Rumıniya idi, bir də Latin Amerikasının İspan dilli xalqları, Braziliyalılar. Moldovanlar hansına aiddir? Moldovanlar Romandır. Bəs Mordovanlar? Mordovanlar da Fin qrupuydu, Fin-Uqor. Fin-Uqor dil qrupuna aiddir, yaxşı. Siz mənə Hind dil qrupuna aid olan xalqlardır. Hind-Ari. Bəli, Hind-Ari dil qrupuna aid olan xalqlar. Hindlilərdir, sonra Nepallılardır, Bengallar, Pəncablar. Sonra orada Altay dil ailəsi Monqol dil qrupuna aid olan xalqlar. bunlar Monqollar, Kalmıklar, bir də Buryatlar. Bəs Mancur dil qrupuna aid olanlar? Mancurada Evenklər, bunlar ən çox Qərbi Sibirdə deyəsən yaşayırlar. Düzdür, Sibir regionu, Nanaylarda Mancurlar. Nanaylar, bir də Mancurlar. Yaxşı, Niger Kordofan dil ailəsinə hansı xalqlar aid? Mən bunu bir dənə Bantu xalqları əzbərləmişəm, o qalanları yadımda qaldı. Bantu xalqları Fulbelərdir, Yorbalardır, Zululardır, sonra belə yadda saxlayın, Zululardır, İcolardır. Bunlar Afrikanın Niger Kordofan dil ailəsinə aid olan xalqlardır. Bir də var, Khoisan dil ailəsinə aid olan xalqlar. Onlar hansılardır? Khoisan bu Zambiya idi, nə yox. Namibiyada var, Buşmenlərlə Qotetotlar. Afrikanın Cənub hissəsində. Bəli, bəli. Baxın. Yaxşı. Afro-Asiya dil ailəsinə aid olan xalqlar. Afro-Asiya, Samihami, Bərbərlər, Çad, bir də Kuşitlər. Samihami dil ailəsinə. Bunlar əsas ərəblərdir, Maltalılardır, bir də İsrail yəhudiləridir. Bərbərə. Elə Bərbərlər, bir də Tuareglər. Çaddakılar. Onlara ehtiyac yoxdur. Kuşit çadı. Yəni bilin ki, şərq tərəfində olan, Somali tərəfində olan xalqlar. Somalilər Kuşit dil qrupuna aiddirlər. Düzdür. Yaxşı, Şimali Qafqaz dil ailəsinin Naxtastan dil qrupuna aid olan. Bunlar da ləzgilər, avarlar, sonra Laklar, Udilər, Çeçen, İnguşlar, Saxurlar, düzdür. Bunlar aiddirlər. Yaxşı, siz mənə bir dənə də nə deyim? Çoxmillətli dövlətləri. Çoxmillətli dövlətlər Azərbaycan, Türkiyə, Gürcüstan, İran, yəni türk dilli dövlətlərin əksəriyyəti. Sonra Pakistan, Əfqanistan, sonra orada var Hindistanda, İndoneziyada, Nigeriyada.
Bunlar çox millətli dövlətlərdir. Transmərkəzi ölkələrindən. Bir millətli dövlətlər hansılardır? Beş millətli. Tək millətlilər də Yaponiyadır, Şimali Cənubi Koreyadır, sonra Avstraliya və Okeaniya xalqlarıdır, Ərəb xalqlarıdır, Düzdür. Latın Amerikası, Avropa. Təşəkkür. Çox sağ olun. Deməli, Portuqaliyalılar tək millətlidir, İspanlılar çox millətli. Portuqaliya, İspanlar çox millətlidir, Portuqaliyalılar amma Portuqaliyalılar. Ümumiyyətlə Cənubi Avropa xalqları çox millətlilərdir. Cənubi Avropa dövlətlərinin əksəriyyəti çox millətlilərdir. Sonra Aytəs xanım, Bəli, müəllim. necəsiz? Yaxşıyam, müəllim, sağ olun. Sən yaxşısınız? Sağ olun. Hazırsınız? Bəli, müəllim. Müəllim, Negroid irqinə aid olan xalqlar deyin. Negroid irqini, bunu ekvatorial irqdə adlandırırlar. Bantu xalqları, Haiti və Yamayka. Haiti və Yamayka aiddir Vest-İnd ölkələri. Bantu xalqları da Afrikada yaşayan xalqlar, çox təəssüf. Bax, Amerika qitəsində Negroid irqinə aid olan xalqların olması nə ilə əlaqədardır? O zənciləri ora işləmək üçün qul kimi aparıblar. Ona görə yəni Amerikada da Negroid irqinin nümayəndələri var da, yəni zəncilərdən var. Etnos nədir, etnogeniz nədir? Etnos xalq deyək də, müəyyən bir ərazidə yaşayan etnik mənsubiyyətə, dil, mədəniyyət, əxlaqa malik olan belə deyək, insanların birliyi etnosdur. Etnogeniz isə etnosun yaranmasından onun məhvinə qədər olan bir tarixi dövr. Bu da etnogeniz adlanır. Hansı mərhələlərindən keçir? Etnogeniz inkişafı 4 mərhələdən keçir. Birinci mərhələdə etnos sakit həyat tərzi keçirir, ətraf mühitə uyğunlaşır. Deməli, sayları çoxaldığı üçün landşaftdan istifadəsi və təbii ehtiyatların azalmasına gətirib çıxarır. İkinci mərhələdə artıq passionarların sayı artır və etnoslar yüksək həyat üçün çalışmağa başlayırlar, onun uğrunda mübarizə aparırlar. Üçüncü mərhələdə passionarlıq yüksək həddə çatır və artıq etnos özü ideya uğrunda özünü belə deyək, qurban eləməyə də hazır olur. Dördüncü mərhələdə isə artıq etnos zəifləməyə, tənəzzül eləməyə başlayır. Bəziləri tamamilə məhv olurlar. Məsələn, Şumerləri, Qıpçaqları misal göstərə bilərik. Bəziləri isə yenidən birinci mərhələyə qayıda bilirlər. Bunlarda misal olaraq Monqolları göstərə bilərik. Monqolları göstərə bilərik. Yaxşı. Abram Maslovun tələbat piramidası necədir? Deməli, birinci yerdə dururdu fizioloji tələbat, ikinci yerdə dururdu təhlükəsizlik və müdafiə tələbatı, üçüncü yerdə sosial mənsubluq, dörddə özünə hörmət və etimad tələbatı, beşdə isə özünü ifadə etmək tələbatı dayanırdı. Özünü ifadə etmək tələbatıdır. Yaxşı. Etnogenizin nəsildən millətə qədər keçdiyi təkamül yolu hansı arzudur? Nəsil, tayfa, xalq, bir də millət. Khoisan dil ailəsinə hansı xalqlar daxildir? Qotentotlarla Buşmenlər. Yaxşı. Niger Kordofana? Niger Kordofan bu əsasən Afrikada yaşayanlar idi. Burada aid idi Yorubalar, Zulular, Bantu xalqları, İcolar var idi. Sonra Fulbelər var idi. Yaxşı. Hamsami dil qrupuna aid olanlar? Hamsami qrupuna da aid idi ərəblər, İsrail yəhudləri, Maltalılar. Bir də Amharlar. Bəs Bərbərə? Bərbərə də Bərbərlə Tuareqlər. Tuareqlər. Adətən ümumi orta məktəb dərsliklərində Afro-Asiya dil ailəsinə aid olan xalqları dil qrupları olaraq vermir, birgə verirlər. Ərəblərdir, Bərbərlərdir, Amharlardır, İsrail yəhudilərdir, Maltalılar. Bunların hamısını bir yerdə verir. Yaxşı. Şimali Qafqaz dil ailəsinin Naxçıvan dil qrupuna aid olanlar? Naxçıvana Ləzgilər, Ugilər, Avarlar, Çeçenlər, sonra orada var idi İnguşlar, Saxırlar var. Laklar bunlar. Bir də var Abxaz Adigey dil qrupu. Orada Abxazlar,
Çərkəzlər, biri də var idi, kabardilər. Bilirsiniz, Çərkəzlərlə kabardinlər kimdir? Bu Şimali Qafqazda türk qurumu var. Qaraçay, Çərkəzdən, Kabarda, Balqaristan. Bax, oradadır. Bax, orada bilirsiniz də Qaraçaylılar türklərdir. Balkarlar da türk. Amma Balkarlar da türkdür. aha. Amma orada Çərkəzlərlə kabardinlər bunlar Qafqaz xalqları, Şimali Qafqaz dil ailəsinin Abxaz Adigey dil qrupuna aid olan xalqlar. Kartvel dil ailəsinə hansına aiddir? Cənubi Qafqaz. O da gürcülərdir. Sonra orada acarlar var idi, lazlar var idi. Acarlar Gürcüstanda Acarıstan Respublikası var. Bax, orada yaşayan xalqlardır. Abxaziya, bax, Gürcüstanda 2 dənə respublika tanıyıram. Cənubi Osetiya var. Osetinlər də var da, orada səhv etmirəmsə. Bax, Cənubi Osetiyadır, Acarıstandır. Bir də Abxaziya. Abxazlar Şimali Qafqaza aiddir. Amma oradan Acarlardır, Lazlardır, Gürcülərdir. Bunlar Kartvel dil ailəsinə, Cənubi Qafqaza aid olan. Yaxşı müəllim, deyin görün mənə Fin-Uqor dil qrupuna aid olanlar. Ural dil ailəsinin Fin-Uqoruna aid olanlar. Mən Finlilər, Estonlar, Macarlar, sonra orada K-la başlayanlar var idi. Karellər, Komilər. Komililər var idi, Komililər, bəli. Karellər, Rusiya ərazisində olan xalqlardır onlar. Tamam. Bir dənə də sual verim müəllim sizə. Deməli, bunlar dedik. Siz mənə, siz nə deyin? Neqroidlə Mongoloid ilgin qarşının əlamətlərini daşıyan xalqlar hansılardır? Neqroidlə Mongoloidin Sambolardır. Bir də Malaqasilər idi. Sambolar Cənubi Amerikada ən çox yaşayırlar. Malaqasilər isə Madagaskar adasında. Madagaskar adasının əhalinin əksəriyyəti hansı irqlərdir? Həm Mongoloid, həm Neqroid, həm də Avstraloid. 3 dənə ilgin əlamətlərini daşıyan xalqlar. Avropoid və Mongoloidin əlamətlərini daşıyan xalqlar kimlərdir? Avropoidlə Mongoloidi daşıyırdı Metislər, bir də Turanlılar. Metislər Mərkəzi Amerika, Amazon hövzəsi Ant dağlarında, Turanlılar isə Volqa boyunda, Qərbi Sibirdə və Mərkəzi Asiyada. Təşəkkürlər. Çox sağ olun. Kimsə qaldı bizim qrupdan sual vermədiyim? Bəli, müəllim, mən qaldım. Kim? Səbinə xanım, niyə demirsiniz bəs? Niyə demirsiniz? Hələ Demişdim axırda. Yadımdan çıxmışdı, yaxşı ki dediniz. Keçdik müəllim dinə. Hansı dinləri tanıyırsınız? Dinlər neçə yerə bölünür? 3 əsas din var, əsas dinlər. Bunlara Xristian, İslam, bir də Budizm dini və bəzi müəyyən yerli dinlər var. Yerli dinlərdən də var Sintoizm var, İudaizm var, Hinduizm var, Konfüsilik və Daoizm var Çində. Xristian dini hansı təriqətlərə bölünür? Xristian dini bölünür 3 təriqətə: Katolik, Protestant, Pravoslav. Katolik, Protestant, Pravoslav. Pravoslavlar hansılardır? Pravoslav, yəni Slavyanlar, Ruslar, Ukraynalılar, Belaruslar, sonra Sloveniya, Slovakiya, Çexiya. Qərbi Avropada Pravoslav təriqətindən sitayiş edən dövlət. Yunanistan. Yunanistan aslında. Yaxşı. Xalq nədir, millət nədir? Dedik ki, xalq bir dövlətin əhalisinə xalq deyirik. Millət isə ola bilər ki, eyni millət müəyyən sayda dövlətlər yaratmış ola bilər. Məsələn, türk xalqları. Və yaxud da ki, dövlət yaratmayıb, başqa bir dövlətin arasında da yaşaya bilər. Əsas odur ki, etnik mənsubiyyətdir, ədəbi dildir, milli mədəniyyətdir. Bunlar hamısı eyni. Düzdürmü? Yaxşı. Deməli, hansı daha geniş anlayışdır? Xalq yoxsa millət? Millət. Millət.
Bəs hansı eyni kök anlayışını bildirir? Nəsil? Yoxsa bunların Millət. içindəki? Millət hamısının kökü eynidirsə, bax məsələn xalqda hamısı eyni kökdə olmaya bilər. Məsələn Azərbaycanın 10 milyon, Azərbaycan xalqı 10 milyon, düzdürmü? 10 milyonun 10 milyonu da Azərbaycanlıdır. Neçə xalq 10 milyonun hamısı Azərbaycan türküdür. Xeyr. Xeyr. Burada Ləzgi də var, Avar da var, Talış da var, Çeçen də var, hər millətdən var, düzdürmü? Amma millət deyəndə sırf həmin kökə malik insanlar toplumu başa düşülür. Başa düşdük müəllim? Yaxşı. Bir millətli dövlətlər hansılardır? Bir millətli dövlətlər dedik, Ermənistan var idi, Şimali Koreya, Cənubi Koreya, Yaponiya, sonra bir millətlilərdən Yaponlar. Ərəb dövlətləri, Yaponiyanın özü. Yaponiya, bəli. Bəli, bunlar bir millətli dövlətlərdir. Çox millətlilər hansılardır? Çox millətlilər isə bir də Avropa ölkələrini də dedik, bir millətlilərə. Şimali Avropa ölkələri. Şimali Avropa ölkələri, bəli. Çox millətlilərdən isə Azərbaycan, Çin, Hindistan, Nigeriya, Rusiya. Türk dilli dövlətlər hansı? Türk dövlətləri. Bəli. Yaxşı. Hind-Avropa dil ailəsinin Baltik dil qrupuna aid olanlar. Baltik Bəli. dil qrupu, Baltik dəniz sahilindəki ölkələrdən də Latışlarla Litvalılar. Bəli. Kelt dil qrupuna aid olanlar hansılardır? İrlandlardır, Uelslərdir, Bretonlardır, bir də Şotland keltlər. Bəli, çox qulaq asdım, qarışdı bunlar. Çalışın öyrənin. Kelt deyir ki, mən Britaniya tərəf gedim, orada olanları yapacağım. Hədə keltlər Britaniyanın İrlandiya adaları ətrafında. Orada bax, İrlandlardır, Uelslərdir, sonra Şotland keltlər, Şotlandiyada yaşayan keltlərdir, Bretonlardır. Yaxşı müəllim, eşidirsiniz? Deyin görün mənə, Afro-Asiya dil ailəsinə aid olan xalqlar hansılardır? Buradan Ham-Sami dil qrupuna aid olanlar. Qruplara bölünürdü. Ham-Sami var idi, Çad var idi, sonra Bərbərlər də buradaydı. Düzdür. Bərbərlərə hansılar aiddir? Bərbərlər, Tuareglər. Deməli, Ham-Samiyə hansılar aiddir? Ham-Samiyə ərəblərə aid idi. Ərəblər, İsrail, Yəhudiləri, bir də Maltalılar. Amharlar. Sonra Kuşit dil qrupuna Somalilər aiddir. Afarlar aiddir. Yaxşı. Cənubi Qafqaz dil ailəsinə, yəni Kartvel dil ailəsinə hansılar aiddir? Kartvelə aid idi Gürcü, birini də siz əlavə eləmişdiniz orada. Acarlar. Acarlar. Bir də Lazlar. Onlara Çanlar da deyilir. Türkiyə ərazisində yaşayır da Lazlar. Laz xalqı Türkiyədə də var. Türkiyədə də Lazlar yaşayır. Trabzon zonasında da. Siz hansı tərəfdədir? Gürcüstan tərəfə yaxın zona var, ha? Trabzon, Rize. Hə, Sabah o ərazidə. Lazlar yaşayır. Qaradənizlilər deyirlər. Bəli. Yaxşı, Koysan dil ailəsinə hansılar aiddir? Koysan dil ailəsi. Bəli. Demək orada var idi Qotentoklar. Bir də Uşmenlər. Uşmen, Qotentok. Düzdür, Uşmenlər. Bəs Naxçı Dağıstana hansılar aid? Yox, Naxçı Dağıstana aid idi. Şimaldakı xalqlar, Avarlar, Ləzgilər, Çeçen, Udin, Saxur. Düzdür. Bir dənəsində soruşum müəllim. Fin-Uqora aid olan xalqları da deyin. Demək, Fin-Uqora da aid idi. Estonlar, Macarlar, Karellər, Komilər, Finlər, bunlar Samilər, bunlar sonra Mordovanlar, bunlar hamısı Ural dil ailəsinin Fin-Uqoruna aid olan xalqlardır. Təşəkkür müəllim. Çox sağ olun.